Salam, hər vaxtınız xeyir. Bugünkü videoda biz article bölməsini izah edəcəyik. Article mövzusu nədir? Birinci bunu öyrənək. Bu Azərbaycan dili ilə uyğunluq təşkil edən biraz fərqliliklər var. Çünki article Azərbaycan dilində yoxdur, amma ingilis dilində var. Article bizim dildə sifət var, bir də say var. Yəni onlara oxşuyur. Bir növ onlara oxşuyur. Belə deyək. Sifət və saya oxşuyur. Sifət və say hansı nitq hissəsinə aid olur? İsmə. Article da eyni qayda ilə ismə aid olur. Gəlin başlayaq. Article. Article köməkçi nitq hissəsi olub isimlərlə işlənir. Article'ın iki növü var. En. Bir də ki, z article. Yəni indefinite qeyri-müəyyən article, definite müəyyən article. En-in tərcüməsi en bir deməkdir. Bir. Bildiyimiz bir. Bu baxın sayla uyğunluq təşkil edir. Z article isə həmin mənasını verir. Həmin. Necə? Həmin. Bu da indi fikir verin necə sualına cavab verir? Sifətin sualına cavab verir. Burada da bu xüsusiyyətləri özündə daşıyır. İndi fərqli məqamlar var. Gəl birinci qeyri-müəyyən article haqqında danışaq, sonra müəyyən article haqqında danışaq. Qeyri-müəyyən article yalnız sayıla bilən tək isimlərin qarşısında işlənir. Baxın, sayıla bilən tək isimlərin qarşısında. Sayıla bilməyən ismin qarşısında biz zaten say yaza bilmirik. En-də bir deməkdir. Biri necə yazaq? Düz gəlməz. Ona görə bu qaydanı yadda saxlayın. Və bunun iki forması var. En. En-in fərqləri də var. Yəni ikisi də bir deməkdir. Amma xırda bir dənə fərqi var. Burada biz tələffüzə baxırıq. Tələffüzə. Baxın, sait səslə başlayan sözə biz en yazırıq. En, yəni n orada bir bitişdirici samit kimi çıxış eləyir. Tələffüzə baxın, bu tərəfdə var. An hour. Bir saat. An umbrella. Bir çətir. İndi biz tərcümə zamanı bu bir sözünə istifadə edəmirik. Qısaca nə deyirik? Saat, çətir. Bu formada deyirik. An eagle. Burada da an istifadə olunur. Niyə? Fikir verin. Hamısı sait səslə başlar. Baxın, yazılışa fikir vermirsiniz. Yazılışa fikir versəniz çaşarsınız. Burada məsələn, baxın, h ilə başlayıb. Amma tələffüzdə baxın, avə. O adamı çaşdıra bilər. Sonra, artiklı samit səslə başlanan isimlərin qarşısında işlənir. Səslə, hərflə deyil. Hero. Hero, qəhrəman deməkdir. Universe, baxın, buna baxmayın. Görəcəksiniz U-nu, deyəcəksiniz bu U, samitdə axı. Saitdə axı. Ona görə biz bura en yazmalıyıq. Xeyr, tələffüzə baxırıq. University. University olur. Və ya da ki, digərləri. Fikir verin. Eyni qayda ilə. Yəni, bu kimi bir fərqi var. Gəlin, indi qaydalara başlayaq. Əgər isimlərin qarşısında sifət varsa, article sifətin qarşısına keçir və həmin sifətin sait və ya samit səslə başlamasından asılı olur. Baxın, sifətlər article-dan isim arasında işlənə bilər. İşlənərsə, biz o zaman ismə deyil, sifətin tələffüzünə baxırıq. İndi burada baxın, mən kişi deməkdir, yəni bir kişi. Old burada qoca mənasında, yaşlı mənasında çıxış eləyib, sifətdir. Bu article-dan isim arasına girib və tələffüz zamanı baxın nə deyirik? Old. Sait səslə başlayır. Sait səslə başlayır deyinə ən yazmalıyıq. Qaydası budur. Qeyri-müəyyən article-ın işlənməsi. Bunu bayaqlar dedik. Sayıla bilən tək isimlərlə işlənir. Sonra haqqında ilk dəfə danışılan, dinləyənə hələ də məlum olmayan sayıla bilən tək isimlərlə işlənir. Baxın, tək isimlərlə işlənir. Zerizlə də eyni qayda istifadə olunur. Deyir ki, they have got a car. Onların bir maşını var. I have a computer. Mənim bir kompüterim var. There is a picture on the wall. Deyir ki, divarda şəkil var. Bizlər is təkdə olduğu üçün article işlənə bilər. Bunu öyrəndik. Baxın, ilk dəfə məlumat verilir. Bir də digər qaydaya keçək. Yenidən qaydacaq bu hissəyə. Bir müqayisə eləyəcək, öyrənəcək. Bir də var, z article. Bu z article-nın fərqi nədir? Bu müəyyənlikdir. Baxın, digərində en article dedik ki, bir şey haqqında ilk dəfə məlumat veriləndə istifadə olunur. Amma z article-ında artıq məlumat var. Bizə məlumdur. Məlumdursa, z article-ından istifadə etməliyik. Gəlin baxaq.
Bu iki nümunə bizə bəs edir. She loves flowers. Deyir ki, o gülləri sevir. Bilirsiniz hansı gülləri sevir? Bilmirsiniz. Ümumən gülləri sevir. Bilmək olmur ki, bu bağdakı, dağdakı, yoxsa qızıl gülləri, yoxsa roza, cür-cür gül növləri var da, onu mu sevir? Dəqiq deyil. Yəni ilk dəfə məlumat verilir. Ona görə biz burada heç bir şey yazmadıq. En article yazmadıq. Niyə? Çünki sonda s var. Güllər deyirik. Cəmdədir. Cəmdə olursa biz en article işlədə bilmərik. Amma aşağısında baxın. She loves the flowers. Baxın, z article var. Z article. Burada z article işlənir. In your garden. Cümlə burada bitir. Deyir ki, o sizin bağınızdakı gülləri sevir. Burada baxın, artıq məlumdur. Hansı gülləri sevirsə məlumdur adama. Yəni sizə deyirəm ki, o sizin bağdakı gülləri sevir. Burada məlumdur. Məlum olduğu üçün z article yazırıq. Bir də deyirəm ki, o gülləri sevir. Məlum deyil də hansı güllər. O qədər gül növü var və ya da ki, güllərin yerləşdiyi yerlər var. Buna fikir verməliyik. Bu fərqi biz biləndən sonra qalan rahat olur. Gələk lap əvvələ. Sonra what ilə başlayan nida cümlələri. Baxın, what ilə başlayan nida cümlələrində. What sonunda nida varsa bu nida cümləsidir. Sual işarəsi olarsa, baxın what-la başlayıb sonunda sual işarəsi olarsa o sual cümləsidir. Amma burada nidadır. Bunlardan sonra sayıla bilən tək isimlərin qarşısında nə işlənir? Article. Məsələn, bir bu nümunəyə baxaq, bəhsimizdir. What a beautiful girl she is. Deyir. O, necə də gözəl qızdır. Beautiful, gözəl, girl, qız. O necə də gözəl bir qızdır. Və o necə də gözəl qızdır. Burada article-dan istifadə olunur. Burada da eynən, həmçin. Sonra şəxsin və əşyanın kim və nə olduğunu bildirən zaman. Yəni, sənət, peşə ifadə edən isimlər. Bunlar da ilk dəfə məlumat veriləndə istifadə olunur. My brother is an electric. Mənim qardaşım elektrikdir. Elektrik yox, elektrikdir. Yəni, elektrik işinə məşğul olan insan. Vurğunun yerini dəyişirik. Vika is lawyer. Lawyer vəkildir. Vika vəkildir deyir. Sonra such, brother, quit sözlərindən sonra sayıla bilən tək isim gələrsə. Baxın, qaydan yadda saxlayın. Sayıla bilən tək isim. İlla tək isim yox, sayıla bilən yalnız. Sayılmayan tək isim gəlsə yazmır. O heç. Baxın, saçdan sonra işlənib. Burada raise sözündən sonra article işlənib. Quit sözündən sonra article işlənib. İşlənə bilər. Vaxt, məsafə, məbləğ, ölçü bildirən isimlərlə. Bunlar bizim dilimizdə tərcümə olunanda necə olur? İndi onu deyim. 5 times 5 dəfə a week bir həftə. 5 dəfə bir həftə. Nə başa düşürsünüz? Həftədə, yəni bir həftədə 5 dəfə. Yəni ki, 50 minutes a kilo. Kilosu 15 manata. Ya da ki, saatda 110 kilometr. Belə tərcümə olunur. Biz burada nələrdən istifadə etdik? Artikellardan istifadə etdik. En article. Sonra 100, 100, 1000, 1000, milyon, hələ bildiyimiz milyon sayıları qarşısında one da işlənə bilər. One bir deməkdir. One da işlənə bilər. En də işlənə bilər. Baxın, one saydı bir deməkdir o da. One, o niyə yazılan var ya burada. En, o da bir deməkdir. Amma article fərqi var. İndi işlənmə yerinə görə dəyişir. Nəyə görə dəyişir? O hissəyə də baxaq. 100, 1000, milyon sözləri var. Bunları dedik. Biz də bir yüz demirik də. Nə deyirik? 100 deyirik. Amma ingilislər dəqiqləşdirir. 100. Ya 100 ya da ki 100. 1000, 1000, 1000. Biz daha 1000 demirik. İndi 200 falan olanda dəyişir. 200, 300, 300 bu formada gedir. Yalnız bu ilk təbəqəyə aiddir. Məsələn, 90-dan sonra nə gəlir? 100. Yüzlük sinifində, hə. Deməli, 100-ün qabağına biz en article yaza bilərik. 900-dən sonra nə gəlir? 1000. 900-dən, yəni, mən ümumən bir sinif götürürəm də, 999-dan sonra nə gəlir? 1000. 1000-dirsə, qabağına en article yaza bilərik, one da yaza bilərik. Eyni qayda ilə davam edir. Bəzən sayıla bilməyən isimlər sayıla bilən tək isimlərin qarşısına keçir və
təyin funksiyasında. Yəni sifətləşir, təyin funksiyasında çıxış eləyir. O zaman sifətləşən zaman biz en artiklını istifadə edə bilərik. Amma buradakı en artiklı sayılmayanı yox, sayılan sözə aid olur bu en artiklı. Baxın, buna aid olur. Yəni bir də nümunələrə baxaq. Deyir ki, an information. Information sözü informasiya, məlumat deməkdir. Bu söz sayılmır. Sayılmır. Center sözü mərkəzi sayılır. And də information sözünə yox, center sözünə aiddir. İnformasiya mərkəzi. Baxın, bir informasiya mərkəzi. Bir informasiya demirəm, bir mərkəz nəzərdə tuturam. Bir mərkəz, bir informasiya mərkəzi. Burada informasiya, yəni information təyin rolunda çıxış edir. Sonra tutum bildirən sözlərdə a bottle of orange juice, portağal suyu, bir butulka portağal suyu deyir. Baxın, bir sözü varsa istifadə olunur. Əgər bir yox, say çoxalsa en artiklı istifadə olunmur. Məsələn, a jar of apple jam, bir banka alma cemi, alma mürəbbəsi. Yəni burada istifadə olunur. A drop of water, bir damla su ya da bir damcı su. Burada da istifadə olunur. Baxın, artıq 2 damcı olsa 2 drops olacaq. Ya da ki 3 banka alma cemi olsaydı, o zaman 3 jars olacaq. Yəni sonda s əlavə olunacaq. En artikeldə istifadə olunmayacaq. Gəldik alternative question, yəni seçmə sualları. Seçmə sualları nədir? Məsələn, mən sizə sual verirəm ki, mən buradakı suala uyğun deyim. Deyir ki, siz tələbəsiz ya müəllim, baxın, or ya mənasını verir. Siz tələbəsiz ya müəllim, seçmədir. Siz ikisindən birini seçəcəksiniz. Deyəcəksiniz ki, I am a student və ya da ki, I am a teacher. Mən tələbəyəm və ya da ki, mən müəlliməm. Belə deyəcək. Bu artıq seçmədir. Seçim haqqı qoyuruq sizə. Sual içərisində 2 dənə seçim haqqı olur. O zaman yenə e artiklı istifadə olunur. Sonra to have. To have birləşməsi. Var, malik olmaq deməkdir. Amma bəzi sözlərlə birləşərək yeni ifadələr, yeni mənalar yaradır. Məsələn, to have a rest. İstirahət olmaq deməkdir elə. İstirahət etmək deməkdir. Have a good time. Yaxşı vaxt keçirmək. Have a walk. Gəzintiyə çıxmaq. Fikir verirsiniz, artiklı hamısında istifadə olunur. Bunlar öyrənin, indi istifadə olunmayanlar. Məsələn, yemək adları ilə istifadə olunur. Breakfast, səhər yeməyi. Lunch, qəlyan altı. Baxın, en artiklı istifadə olunmuyor. To have dinlə nahar etmək, to have supper, şam etmək, şam yeməyi etmək. Bir də ki, sabit ifadələr. Bu ifadələrin hamısına baxmağa, yəni hal-hazırda baxmağa ehtiyac yoxdur. Əgər imtahana hazırlaşırsınızsa, mütləq baxmalısınız. Çünki bu birləşmələr sizin qabağınıza çıxa bilər. Qabağınıza çıxsa, bilin ki, en artiklı istifadə olunur. Keçdik Z artiklı. Yəni, Z definite article. Müəyyənlik artiklı. Bu həm sayılan, həm sayılmayan, tək, cəm, fərqi yox. Hamısı ilə işlənə bilir. Bu da bir qaydadır. Buna da baxarsınız. Bu hissəsini də dedik. Yəni, müəyyən olmalıdır. Gəldik, 2-dən başladıq. Bundan sonra hələ bir 30 dənə belə qaydamız gedir. Baxın, Z unique, yəni tək varlıqlar. Tək varlıqlar deyəndə günəşdir, aydır, dünyadır, səmadır, yer kürəsidir, yəni ya da dünya mənasına gəlir. Bu tipdə sözlərdir. Yəni sizə günəş deyəndə müəyyəndir də, hamı bilir ki, günəş nədir? Yəni, hamı görüb deməyək, məsələn, gözü görməyən insanlar, görmə qüsuru olan insanlar günəşi görmür. Amma günəş haqqında məlumatı var. Yəni bilir ki, günəş istilik verən bir şeydir. Yəni, məlumdur. Ona belə məlumdur. Görürsünüz, hər kəsə məlumdursa, biz burada Z artiklı istifadə edə bilərik. Aydır. Ayı görməyən insan qalmayıb. Görməyən deyəndə ki, görmək qüsuru olanları çıxmaq şərti ilə digərlər. Hər kəs bilir. Ay nəsə bilir. Bilirsənsə, yəni göydəki ayı danışır. Digər ay nəzərdə tutulmur. Earth'dır, sky'dır, world'dur, eyni qayda ilə. Səma deyəndə səma. Bircə səma var cəmi. Üstünlük dərəcəsində olan sifətlər. Baxın, zərflərə aid deyil, sifətlərə aiddir. Əgər sifət üstünlük dərəcəsindədirsə, yəni sıfır varsa, most və ya est, sözün əvvəlində most, sonunda est varsa, o zaman Z artiklı istifadə olunmalıdır.
Və most'a diqqət yetirmək lazımdır. Çünki most'dan sonra sifət yox, isim gələrsə, isim. O zaman Z artiklı yazılır. Onu yadda saxlayaq. Sonra isimləşmiş sifətlər. Bu isimləşmiş sifətlər nələrdir? Azərbaycan dilində də var. İsimlərin sifətləşməsi, substantivləşməsi. Good yaxşı deməkdir. Baxın, yaxşı. Necə? Yaxşı. Sifət. Adjective. Biz indi bunu çevirək noun, ismə. The good olur yaxşılar. Baxın, birbaşa cəmləndirir. Yaxşılar. Kimlər? Yaxşılar. Bu nəzərdə tutulur. Digər sözlərdə the young, cavan, gənc deməkdir. The young olur. Yəni young, cavan, gənc deməkdir. The young olur. Cavanlar, gənclər. Eynən digər sözlər də gedir. Hər birinə nümunə ilə baxarsınız. Olduqca qısa tuturam ki, video qısa olsun ki, sizin öyrənməyə vaxtınız olsun. İnsan soyadı bütöv bir ailəni bildirərsiniz. Məsələn, siz öz soyadınızdan danışırsınız. Soyadınızdan. Əgər adətən əsgərlikdə, iş yerlərində soyadla müraciət olunur. Bu normal bir haldır. Xaricdə də adətən soyadla müraciət olunur. Əgər yox, bir şəxs yox, yəni bir ailə nəzərdə tutulursa, soyadın sonuna S əlavə olunur. Əvvəlinə Z artiklı əlavə olunur. İndi soyad deməyək, adlar da ola bilər. Adların da əvvəl Z artiklı, sonunda S əlavə oluna bilər. O zaman həmin adın mənsub olduğu ailəni bildirəcək. Cəmliyi bildirəcək. Fikir verin, Nəcəfov. Azərbaycan tipli bir soyaddır. Əvvəlində Z artiklı var, Nəcəfov olub burada. Sonunda S var, olub Nəcəfovlar ailəsi. The Browns, Brownlar ailəsi. Bu formada gedir. Sıra sayları. Sıra sayları. Baxaq. First, birinci, second, ikinci, third, üçüncü və dördüncündə etibarən TH davam edir. Yəni 21, 22, 23, 31, 32, 33 tipli sözlərdə yenə S-dı, N-dı, R-dı olacaq sözlərin sonunda. Yenə də 34-dən sonra məsələn başlayır, TH forması da gedir. Yadda saxlayın bunu. Bunlar sıra saylarıdır. Əgər sıra sayı görsək biz nə yazmalıyıq? Z artiklı yazmalıyıq. Yəni sıra sayını seçməyə qaydasını deyim. Saydı, sonunda bu birləşmələri görəcəksiniz. First, second, third ayrıdır. Amma 4-dən yuxarı artıq biz TH-dən istifadə edirik. Bir də ki, sonu 1, 2, 3 ilə bitən saylarda da fərqlidir. 11, 12, 13 istisnadır. Yəni onlar TH ilə düzəlir. TH, yəni T. Qısaca TH deyirəm ki, tam başa düşəsiniz. Qısaca T. Sonra to play. To play iki məna verir. Bir, oynamaq deyəndə ki, futbol falan oyun oynamaq. Bir də var ki, ifa eləmək, çalmaq mənasında. Əgər biz ifa eləmək mənasında işlədiriksə, I can play the guitar. Mən gitar ifa eləyə bilirəm. Burada Z artiklı istifadə olunur. Play sözündən sonra istifadə olunur. İsmin qarşısına gələ bilər. Amma yox, play oynamaq mənasında yazıb. Məsələn, we are playing football now. Biz indi futbol oynuyoruz. Baxın, football now dedim. The football demədim. Desəm yanlış olur. Çünki play sözü ifa etmək mənasında Z artiklı qəbul edir. Amma oynamaq mənasında xeyr. Gəldik language sözünə. Dillər. Language sözü dil deməkdir. İndi biz bunu necə işlədirik? Baxın, English-də ingilis dil deməkdir. The English language də ingilis dil deməkdir. Amma biz burada language sözünü götürsək, the English olur İngilis xalqı, İngilis milləti. İngilislər deyək biz ona. İngilislər. Biz İngilislərə necə ingilis dil deyə bilərik? İngilislər insana məxsusdur, yəni canlıya məxsusdur. İngilis dili isə cansız bir isimdir. Deyə bilmirik. Məcburuq. Ardıca dil sözünü yazaq, yəni language sözünü yazaq. Biz language sözünü yazsaq, olur İngilislərin dili. Yəni qısaca İngilis dili. Baxın, orada yarandı. The English yazsaq, İngilislər nəzərdə tutulacaq. Gəldik su hövzələrinə. Su hövzələri çaylar, dənizlər, okeanlar, kanallar, boğazlar və göllərlə Z artiklı işlənir. Baxın, Rivə çaydır. Dik qabaqlarında yazıblar, hazır şəkildə var. Onlara baxa bilərsiniz. İndi burada bir məqam var. Su hövzələri ilə, demək olar ki, çoxu ilə işlənir, amma bir dənə körfəz adları ilə işləmir. Bu söz görsəz, Z artiklı yazırsınız. İndi bir şey də var. Göllərdə, like göl deməkdir.
Baxın bura. Ya like sözünü yazmamalıyıq. Like sözünü yazmamalıyıq, Z artiklı yazmalıyıq. Ya da ki like yazmalıyıq, Z yazmalıyıq. Bu formada. Amma digərlərinə baxın. Məsələn, birinə baxaq burada. Z Caspian Sea. Xəzər dənizi. Dəniz sözü də işlənir, Z artiklı işlənir. Bu normaldır. Ya da Z Caspian desək bəsdir. Sea sözünü deməsin. Yenə də bəs eləyir. Amma bu göl məsələsində fərqlidir. Çünki sea və ya digər sözlərə baxın, harda gəlir? İsimdən sonra gəlir. Xüsusi isimdən sonra gəlir. Amma lake sözü xüsusi isimdən əvvəl gəlir. Ona görə biz Z artiklı yaza bilmirik. Yəni lake sözü Z artiklını vurub oradan çıxarır. Belə deyil. Çıxartır kənara. Deyir ki, yəni mən olan yerdə sən nə işin var? Lake gələndə Z artiklı olmur, Z gələndə lake olmur. Bu qədər rahatdır. Sonra adalar qrupu. Adalar qrupu bilirsiniz nədir? Bir var ada, su içərisində olan, hər bir tərəfi su ilə qatlı olan, əhatə olan quru sahəsi. Bir də var adalar qrupu. Adalar belə düzülüb sırayla. Məsələn, Filippinlər falan, baxın, bunlar hava adaları ola bilər. Adalar qrupu. Bir ada yox. Bir neçə adadan ibarətdir artıq. Və biz burada nə edirik? Yenə Z artiklından istifadə edirik. Bu da baxın, bayaq ailə bildirən ad var deyə o tipə bildirir. O tipə uyğunlaşır. Əvvəldə Z artiklı, sonra xüsusi isim, sonra da bir dənə S yazırıq. The Bahams, Baham adalar. The British Islands. Britaniya adalar. Görürsünüz, adalar qrupu ilə işlənir, amma tək ada ilə yox. Dağ silsilələrdə eyni qaydadır. Sonda S-lər yazılır. Baxın, S yazılıb, cəmləndirilib, əvvəldə Z artiklı. Eyni adalar qrupu ilədir. Sonra səhralarla da Z artiklı yazılır. Sahil, bank, coast, shore sözləri ilə də Z artiklı yazılır. Londonun hissələri. London hissələrinin şəhər hissəsi, qərbin sonu, şərqin sonu mənasında da Z artiklı istifadə olunur. Yəni şəhərin hissəsini bildirir. Coğrafi cəhətlər. Burada bir məqamı yadda. Bir var ki, coğrafi cəhəti deyirik. Məsələn, şimal, cənub, şimalda, cənubda, Azərbaycanın şimalı, Türkiyənin cənubu bu tipdə işlədə bilər. Amma bir də var ki, xüsusi isim formasında. Məsələn, yazıb Şimali Amerika. Bu fərqlidir. Amma bir də var cəhət bildirən. Cəhət bildirərsə, bayaq dediyimdə şimal, cənub, şərq gəlir. O zaman Z artiklı istifadə olunur. Əgər yox, xüsusi isim anlamındadır. Məsələn, Şimali Amerika, Cənubi Amerika, Cənubi Azərbaycan, Şimali Azərbaycan. Və ya ki, Cənubi Afrika. Görürsünüz, bu tipdə sözlər var. Bunlar xüsusi isimdir. Afrikanın cənubu demirəm, Cənubi Afrika deyirəm. Şimali Amerika bir qitə yox, materikin adıdır. Xüsusi addır. Xüsusi isimdir, bu ad yedir. Biz buna Z artiklı işlədə bilmərik. Yox, Amerikan şimalı desək, məsələn, o zaman ola bilər. Sonra Republic, Respublika, Union, İttifaq, Kingdom, Krallıq, State, Ştat, United, Birləşmiş Emirates'dəki əmirlik, Federation'dakı federasiya tipli sözlərlə Z artiklı istifadə olunur. Yəni, ölkə adı verilir. Ondan sonra bu sözlər gələrsə Z artiklı istifadə olunur. Sonra topluluq bildirən ölkələr var. Bunlar da bəziləri kiçik ölkələrdir ki, əvvəldə Z artiklı olur. Bəziləri də adalardır, yəni adalar qrupu. Baxın, Filippinlər. Filippin ölkəsi əgər coğrafiya oxuyanlar, yəni coğrafiyadan məlumat olanlar bilir ki, Filippin adalardan ibarət bir ölkədir. Ya da ki, Maldivlər. Maldiv də eyni. Adalar qrupu ilə biz yuxarı dedik, nə istifadə edirik? Nə yazırıq? Z artiklı. Sonda da bir dənə S yazır. Z artiklı və S-lər. Bunlar yazılır. Bəzilərdəki kiçik ölkələrdir. Ona görə. Millət adları ilə qaydada, maraqlı qaydadır. Millət adları ilə bayaq dedim, Z artiklı yazılır. D artiklı yazılır. Qaydası budur. Z artiklı yazılır. The English olur İngilis xalqı. English özü ingilisli olur. The English olur İngilislər mənası işlənir. Millət adları people sözü ilə verilərsə Z artiklı işləmir. Baxın, English onsuz da İngilis xalqı deməkdir. Yəni ingilislər deməkdir. Siz ardıca people sözünü yazsanız, English people, İngilis milləti kimi bir şey çıxır. İngilis milləti xalqı kimi bir söz çıxır. Düz gəlirmi? Düz gəlmir. Məntiq var burada da. Ona görə bu da o. Bunda Z artiklı düşür. English people. İngilis xalqı. Yuxarıdakı sözlər cəmdədir. Baxın, bunlar cəm formadadır. Amma tək forması necə olur? Mən sözü əlavə etməkdə. Və ya da qadındırsa woman sözü əlavə edilir. Qabağında da ki, en təkliyi bildirən artikldan istifadə edirik.
Sonra S ilə bitən millət adlarına təki EN-nə düzəlir. Baxın, Japans, Japoniyalı, Yaponiyalı. Əgər cəmdədirsə, əvvəlinə bir də Z artikli yazırıq. Japans olur. Yaponyalılar cəmlənir. Yaponyalı və Yaponyalılar. Çinli, Çinlilər. Bunlar da ki, E artikli ilə təkli işlənir, Z artiklına cəmi işlənir. Qalan millət adları EN, yəni əvvəlində EN əlavə olunur, sonuna isə S əlavə olunur. Məsələn, bir dənə Azərbaycan sözünə baxaq. Ən Azərbaycan. Azərbaycanlı bir nəfər nəzərdə tutulur. Azərbaycan sonuna baxın S əlavə etdi. Oldu nə? Azərbaycanlılar. Bu da cəmləndi. Gəldik 19-cu qayda. 19-cu qayda bu sözləri yadda saxlamaq lazımdır. Çünki bu sözlərdən əvvəl Z artikli işlənir. Yəni çox söz deyil, bir neçə söz var ki, 7 söz olmalıdır. Z artikli işlənir, amma TV sözü ilə Z artikli işlənir. Next və last sözləri gəldik bura. Next və last. Bunlar zaman mənası bildirən sözlərlə işlənərsə Z artikli yazılır. Baxın, next zaman mənasında gələn, last isə keçən mənası verir. Next week, gələn həftə. Last year, keçən il. Bunlarla Z artikli yazılır. Amma zaman bildirməyən sözlərlə işlənərsə, o zaman Z artikli yazılır. Baxın, Z artikli işlənib. Burada məsələn Z artikli işlənib. Amma baxın yuxarıda next term. Gələn semestr, növbəti semestr mənasında işlənə bilər. Gələn semestr. Burada məsələn last lesson, son dərs, axırıncı dərs. The last lesson kimi işlənə bilər. Əgər zaman mənalı bildirən sözlə işlənərsə, məsələn night, gecə deməkdir. Last night, keçən gecə. Yəni dünən gecədən, keçən gecə. Belə işlənirsə, Z artikli işlənmir. Age. Age yaş mənasında və ya da ki, ümumən yaş qrup mənasında işlənir. Burada da nədən söhbət gedir? Baxın, biz dedik ki, müəyyənlik artiklı Z-dir. Əgər dəqiq yaş verilibsə, müəyyəndirsə yaş, Z artiklı yazırıq. Əgər xeyr, early age, yəni erkən yaş deyirsə, erkən yaş, baxın, müəyyən deyil, erkən yaşlar. Təxminən 15-20 yaş arası nəzərdə tutulur da, 15-18 yaş. Dəqiq deyil ki, bu hansı yaşdır? 15-dir, 16-dir, 17-dir, 18-dir. Amma yuxarı dəqiq il verilir, dəqiq yaş verilir. Ona görə Z artikli yazılır. Amma aşağıda dəqiq verilmədiyi üçün, qeyri-müəyyən olduğu üçün nə yazırıq? N. Sonra of sözüncüsündən əvvəl də sonra da Z artikli yazılır. Əgər, baxın, öyrəndiyimiz qaydalar var ki, bəzi sözlər Z artikli qəbul eləmir. O zaman yazılmır. Baxın, yazılmayıb. Sonra how nida cümləsi. Biri var idi what nida cümləsi. Bayaqlar dedik. What. Sonda da ki nida qoymuşdu. What gələrsə EN artikli istifadə olunur. How gələrsə Z artikli istifadə olunur. Qız necə də gözəldir. Baxın, işlənir. Sonra günün 3 hissəsi in sözü ilə işlənir. In the morning, səhər, afternoon, in the afternoon, günorta, in the evening, axşam. Bu zaman nədən istifadə olunur? Z artiklinə istifadə olunur. Amma during sözü gələrsə, ərzində sözü gələrsə, istifadə olunur, yenə də istifadə olunur. During the morning, səhər vaxtı, baxın, istifadə olunur. Bir də ki, yaşayış məntəqələri hər kəsə məlum olan bir sıra obyektlər. Baxın, hər kəsə məlumdur. Station, stansiya, stadium, stadion, bank, bank. Yəni, bank deyəndə adam ağlına gəlir. Pul götürülən yer və ya da pul qoyulan bir yerdir. Əksər insanlar məcburdur oradan kredit götürsün. Bir çoxu bankdan asılı vəziyyətdədir. Yəni, hər kəs tanıyır bunları. Demək olar ki, hər kəsə məlumdur. Məlumdursa Z artikli işlənməsi normaldır. Sonra əmr cümləsi. Əmr cümləsi adətən birbaşa nə ilə başlayır? Xəbərlə, yəni feillə başlayır və please sözündən də istifadə oluna bilər. Əvvəldə də gələ bilər please, sonda da gələ bilər. Zəhmət olmasa qapını örtün. Burada baxın, the door, qapı sözündən əvvəl, door sözündən əvvəl Z artikli istifadə oluna bilər. Sonra vasitəsiz nitqdə müəllif danışarsa, yəni müəllifin danışdığına yox ha. Müəllifin danışdığı sözün içərisində Z artikli istifadə oluna da bilər, olmaya da bilər. O bizə adiyyəti yoxdur. O indi xüsusi qaydalara baxırıq, ona görə seçirik. Və əgər müəllifdən söhbət gedirsə, baxın, the woman said. Qadın söylədi. Müəllif kimdir? Qadın. Qadınsa Z artikli yazırıq.
Qadın dedi ki, qadın söylədi ki, təşkilat və müəssisatları The UNESCO, baxın, təşkilat və müəssisatları. Z artiklı yazılır. Budakı açılışıdır. Aşağıda tərcüməsi də var, yəni tərcümələrində baxa bilərsiniz. BBC, Red Cross Qırmızı Xaç Komitəsi, The NATO, hamısında açılışı var. Hamısı Z artiklindən istifadə olunur. Məşhur tarixi tikililərdən işlənir. Məsələn, The Tower of London, London qalası. Bu məşhurdur. Ya da Eiffel qülləsi. Eiffel qülləsi çoxuna məşhurdur. Amma bu sözlərlə Z artikli istifadə olunur. Baxın, bunları yadda saxlayın. But, amma deməkdir. Big Ben. Ben adam adıdır. Hətta Ben 10 vardı bir vaxtlar. Bir uşaq var deyə 10 dənə yad planetiyə çevrilirdi. Ben. Baxın, adam adıdır. Adam adı işlənibsə Z artikli gəlmir. Ya da Buckingham, yəni adam adıdır. Z artikli işlənmir. Westminster Abbey. Abbey söz adam adı. Ona görə Z artikli yazmırıq. Amma digərlərində baxın. Digərlərində adam adı yoxdur. Ona göre. Sonra muzey, galeriya, sinema, teatr adlarıyla Z artiklı işlənir. Sonra məşhur tarixi hadisə və dövr adları, baxın, işlənə bilər. Oktyabr inqilabı deməkdir. The October Revolution. Məsələn, bu demək olar ki, məşhurdur. Düzdür, bizim ölkədə məşhur olmaya bilər, amma tarix oxuyanlar bilir ki, bu məşhur. The Stone Age, daş dövrü, məşhurdur. One of birləşməsi testdə falan çox çıxacaq qabağınıza. Fikir verərsiniz. One of-dan sonra Z artikli gəlməlidir. Əvvəl yox ha, sonra Z artikli gəlməlidir. Sonra 33. Sonuncu qaydamızdır. Where hava. Hava sözü təyinsiz işlənərsə. Təyin nədir? Belə deyək. Təyin isim verilir. Non yazıram. N yazdım, N isimdir. Təyin odur ki, isimdən əvvəl ya say gəlməlidir, ya sifət gəlməlidir. Onu təyin etməlidir. Say gəlir, onun miqdarını təyin edir. Məsələn, 10 kitab. Gəlir təyin edir. Kitabın sayını edir. Və ya da ki, alma sözü. Yaşıl alma. Gəlir təyin edir. Almanın rəngini dedi. Məsələn, a green apple, yaşıl alma. Green sözü burada. Təyindən çıxış elədi. Bir də bayaqlar nə dedim? 10 kitab. 10 books. Burada 10 təyindir. Green apple da green təyindir. Yadda saxlayın. Əgər isimdən sonra gəlir, məsələn deyir ki, alma yaşıldır. Baxın, yaşıl alma yox. Alma yaşıldır. Bu zaman təyindir. Və ya da ki, kitabların sayı 10'dur. Burada 10 təyin deyil, xəbərdir. 10'dur deyirik. 10 kitab demədik ha. Kitabların sayı 10'dur. Burada təyin deyil. Eynən burada da baxırıq. I like cold weather. Buna baxa biləcəyik. Bu da işləmir. Çünki cold sözü soyuqdur. Weather sözü havadır. Mən soyuq havanı xoşlayıram deyir. Soyuq havanı xoşlayıram. Necə hava? Soyuq hava. Fikir verirsiniz, havanı təyin edir. Necəliyini dedi. Amma burada da deyir ki, the weather is cold today. Hava bugün soyuqdur. Havadan əvvəl heç bir söz işlənmədi. Weather sözündə heç bir şey işlənmədi. Ona görə biz Z artiklı burada yaza bilərik. Bir də ki, sabit ifadələrimiz var bizim. Bu da bayaqlara var idi ya. En artikıldır. Olduğu kimi burada da var. On the left məsələn sağda, on the right solda. By the way yeri gəlmişkən kimi sözlərimiz var. Və bunların qaydaları bunlar idi. Buradakı artikl işlənməyən hallardır. Yuxarıda artikl işlənən halları öyrənsək bəsimizdir. Amma bunları da oxumağınız mütləqdir. Baxın, biz yuxarını izah elədik. Orası bitdi. Bunlar da ki, yuxarıda verilən qaydaların ya əksidir, ya da ki, bəzi xüsusi istisnalar var ki, onlar yazılır. Yəni, bunları da hələ oxuyarsınız, yadda saxlayarsınız. Baxın, mostu bayaqlar məsələn izah elədim. Materik və qıta adları ilə də eyni formada artikl işlənmir. Yəni, burada yazılanlarda heç birinə artikl işlənmir. Baxın, xüsusi isim. Bayaqları fikir verirsiniz, tarixi tikililərdə xüsusi isim yəni adlar var idi də. İnsan adları vardı. Ona görə orada da artikl işlənmirdi. Sonra burada çox bir qayda yoxdur. Yine bayramda ay adları deyən bunu izah etməyə ehtiyac yoxdur.
Play sözündəki bayaqlar dedim, oynamaq mənasında istifadə olunmur, amma ifa etmək mənasında article istifadə olunur. Miqdar sayları. Bir dənə də məsələn buna baxaq. Miqdar sayları. Bayaqlar dedim ki, sıra sayları ilə nə işlənir? Z article. Z. Sıra saylarına. Birinci, ikinci, üçüncü mənasında işlənir. The first, the second, the third. Məsələn, bu formada gedə bilərik. Amma adi saylarla, yəni miqdar saylarla 1, 2, 3, 1, 2, 3, 4, 5, 6 bu formada gedir. 10, 50, 1000, yəni bu saylar. Bunlarla biz article işlədə bilmərik. Z article işlədə bilmərik. Amma bayaqlar dedik. 100, 1000, milyon, milyar tipli sözlərlə en article istifadə eləyə bilərik. En. Çünki bir mənası verir ona görə. Sonra sifətdən sonra isim yoxdursa Z article istifadə olunmur. Ya da en article istifadə olunmur. Bunlar qeydlərdir. Yəni bunlar izah etməyə ehtiyac yoxdur. Bir də ki, artiklesız işlənən ifadələr var. Bunlar daha çox testlərdə qabağınıza çıxacaq. Bunlara baxarsınız. Bir də ki, burada ümumi qayda var. Baxın, bu qaydada sonda baxırsınız. Z artiklının adlarının istifadəsi çaylarla, dənizlərlə, okeanlarla, səhralarla, dağ qrupları ilə, yəni dağ silsiləsi ilə, adalar qrupu ilə, kanallarla, dillərlə, sonra millətlərlə, bir də ki, ölkələr var da. Respublika, krallıq, dövlət, ştat, federationdakı federasiya. Bu tipdə sözlər gələrsə istifadə olunar. Teatr, muzey, qaleriya. Bu tipdə sözlər gələrsə nə edərik? Z article yazarıq. Amma ölkələr, təkcə ölkə adı gələrsə biz Z article yazmırıq. Amma istisnalar var idi. Məsələn, adalar qrupu formasında olan ölkələr, bir də kiçik ölkələr var idi. Məsələn, Vatikan. Balaca ölkədə o zaman Z article istifadə olunur. Sonra qitələrlə istifadə olunmur, şəhərlərlə istifadə olunmur. Street, squares, yəni küçələr və meydanlarla istifadə olunmur. Aeroport, vağzal, parklar, tək adalarla, tək dağlarla. Lakes, göllər sözü ilə. Baxın, lakes sözü gəlməsə, göl sözü gəlməsə, lake sözü. O zaman Z article istifadə oluna bilər. Əgər yox, lake sözü gəlibsə, yazılmır. Sonra körpülər, körfəzlər, çimərliklər və adlarla Z article istifadə olunmur. Və bu qədər Z article en article haqqında ümumi məlumatımız oldu. Bunları yadda saxladıq. Gəlin bir neçə testə baxaq. Ondan sonra dərsimizi yekunlaşdıraq. Yəni çox çətin bir şeylər yox. Məsələn, gəlin burada keçək buna. Gəlin birinci sualdan başlayaq. Birinci sualda bizdən nə istəyir tam olaraq? Birinci ona baxaq. Sonra düzgün variantımızı seçək. Burada nə yazıblar? Yazıblar ki, I like to watch films. Baxın, film sözü burada cəmlənib. Cəmlənibsə, s var da. En article istifadə olunmur. En article istifadə olunmayacaq. Bunu çıxırıq. Bir də ki, bunu çıxırıq. Qaldı Z bir də articlesız forma. Z bir də articlesız forma. İndi ardına baxaq. With happy ending. Happy ending xoşbəxt sonluq deməkdir. O zaman happy sözü necə tələffüz olunur? Happy. H-la. N ola bilər orada. Xeyr. Burada N var. N ola bilər. Xeyr. H-dır. Samit səslə tələffüz olunur. Ona görə A, D variantı. Düzgün variantımız. Sonra futbol sözü var. Futbol maç. Futbol maç. Maç sözünə baxırıq burada biz. Maç sözünə. Maç sözü varsa təkdədir. Bunu bildik. En article yaza bilərik. En olmaz. Çünki futbol, baxın, F. Futbol, F deyirik. F samitdir. En ola bilməz.
Bir də ki, there was dedikdə is, was gələrsə en article yazırıq. Ona görə doğru variantda qalır D variantda. Articlesız işlənə bilməz. Was varsa Z article gəlməməli idi. Hətta stadiumdakı Z article istəyir. Stadium. Hər kəsə məlumdur. Ona görə. Məsələn, bu da maraqlıdır. Ölkə adı ilə işlənib. Üstə baxırıq. 3-də ölkə adı varsa article istəmir. Baxın, England yazır. İngiltərə. Nə bunun respublika sözü var, nə Birləşmiş Krallıq, Kingdom falan bu tipli bir sözlər yoxdur. State yoxdur. Federation falan yoxdur. Yoxdursa nə yazırıq? İstisnalardan başqa. Article yazmırıq. İkinci isə boşluq olan hansı qaldı? Bir dənə qaldı C və A. Burada bir dənə fərq var. Birində article yoxdur, birində en article var. E article var. Baxırıq. Interesting, maraqlıdır. Museums, muzeylər deməkdir. Sonunda S var. S varsa E article yazırıq. Üzr istəyirəm. E article yazırıq. Nə idi? Çaşdım mən də. E article yazmırıq. Cəmdədir. Muzeylər deyirik. Bir sözünü işlədə bilmərik. Yazırıq C. Məsələn, 4-də də baxaq. Burada baxın, one of var. One of varsa özündən sonra nə yazırıq? Z article yazırıq. Z article. C, Y və D getdi. Qaldı. Digərdə də her working student in the class olar da. En class olmaz ki. In an class. Deyir ki, Helen çalışkan şagirdlərdən biridir. Bir sinifdə, yoxsa sinifdə. Z article. B ola bilməz. Həzdə ən işlənə bilməz axı orada. Baxın, ən uyğun gəlmir. Class sözü samit səslə tələffüz olunur. O necə yazılsın? Məsələn, digər sözdə eyni qaydadır. Burada məsələn, bu mosta baxaq. Bu qaydanı da deyim sizə. Ayrıca bir sayılara aid bir şey olsaydı onu işlərdik. Mostu dedim ki, özündən sonra isim gələrsə Z article işləmir. People insanlar deməkdir. Xalq, cəmaat, isimdir. İsim isə article istəməz. Burada hamısı çıxır da bir Y variantı qalır. Bu tərəfdə deyim, mostdan sonra əgər baxın popular, məşhur. Necə məşhur? Nədir bu? Sifət. Sifətsiz article yazılır. Y doğru variant. Sonra günlərlə article yazılmır. Bunu yadda saxlayaq. Burada məsələn world 18-də baxaq və iştirak digər suallar artıq rahatlığa doğru gedir. Baxın, one of-da var. Üstəlik first da var. First birinci deməkdir. One of-da, first-da nə istəyir? Z article istəyir. Baxın, iki qaydanı burada tətbiq edirik. Z article, Z article. Bu ikisi getdi. In world yazılır. World nədir? Dünya. Biz dedik ki, tək varlıqlardır. Yəni, hər kəsə məlum olan bir şeydir dünya. Məlumsa nə yazarıq? Z article. A variantı. Məsələn, bu qədər rahatdır. Məsələn, buna baxaq. 17-ci sualda. 17-də. Fourth longest var. Longest varsa sığıtı var. Z article olmalıdır. Sifətdir bu. Sifətin müqayisə dərəcəsində olduğu Z article olan da ki bir dənə C ilə D qalır. İndi biz burada müəyyənləşdirməliyik. C olur yoxsa D olur. In the continent olmalıdır. Çünki məlumdur bizə. Məlum söhbətdən danışılır. Bu ola bilməz. Və ya da ki, bura baxın, sky. Sky isə səmadır. Hər kəsə məlumdur. Bir varlıqdır bu. O zaman Z article yazılır. Bu üçü gedir. Eagle. Eagle-daki tələffüzünə baxırıq. Təkdədir. Eagle. I tələffüz olunur. Nə yazılmalıdır? Ən yazılmalıdır. A variantı. Doğru variant. Məsələn, Avstraliya burada qita adıdır. Qita adı ilə biz Z article yaza bilmərik ya da N article yaza bilmərik. 14-də hansı olacaq? Beautiful places. Buradakı cəmdədir. Gözəl yerlər deyir. E article ola bilməz. E article. Yox, biz çıxar da Avstraliyaya görə bu getdi. Bu getdi, bu getdi. Bir articlesızdır, bir də article işlənir burada. Bir də ki, there are var da. There are varsa Z article-dan istifadə olunur. Burada olacaq, olmayacaq.
Olmayacaq. C artiklı. Zerar var da. İstifadə olunmur. B. Doğru variant B variant. Bu tipdə suallara baxdıq. Yəni, bu sualları evdə çalışarsınız. Hətta gəlin bir dənə buna da baxaq. Bu da maraqlıdır. Burada old sözü var. Old sifət. Amma özündən sonra castle sözü. Qala. Qala hansı nitq hissəsidir? İsimdir. Təkdədir. Old sözünə baxırıq. Baxın, tələffüzdə olda baxın. Old. Onun tələffüzü olunur. Deməli, nə yazmalıyıq? Ən yazmalıyıq. Ən olan da ki, bu iki variant var. Bunları çıxırıq. Qaldı arıcı castle. Baxın, burada dedi ki, bu köhnə qaladır. Artıq qalada məlum oldu da bizə köhnə qaladan danışılır. Birinci dəfə danışanda en artiklı yazır. Amma ardıcı yazılanda məlum da məcburuq Z artiklı ilə verək. Z həmin mənası verir. The castle is in Baku. Həmin qala Bakıdadır. Baxın, bu tipdə tapşırıqlardır. Tapşırıqlar o qədər çətin deyil. Əksinə rahatdır. Qaydaları yadda saxlasınız. Axıra kimi oxusaz sizin üçün çox rahat, çox aydın olacaq. Və başqa hər hansı bir sualınız olsa yorumlarda yaza bilərsiniz və ya da ki, mənim özümə yazıb soruşa bilərsiniz. Oldu. Növbəti dərslərdə görüşərik. Hələlik.